Azərbaycan torpaqlarına yiyələnmək uğrunda dövlətlər arası mübarizə. Rusiyanın Cənubi Qafqazdakı nüfuzunun güclənməsi şərqdə öz müstəmləkə siyasətini genişləndirməyə çalışan İngiltərə və Fransanı narahat edirdi. Osmanlı dövlətini Rusiyaya qarşı müharibəyə sövq etməklə bunun qarşısını almağa çalışırdılar. Osmanlı dövləti də Rusiyanın Cənubi Qafqazı işğalına mane olmağa çalışırdı. Cənubi Qafqaz Rusiya, Səfəvilər və Osmanlı dövlətlərinin ziddiyyətlərinin düyün nöqtəsinə çevrilmişdi. Bu ərazidə məskunlaşmış xristianlara arxalanmış Rusiyanın vəziyyəti nisbətən daha əlverişli idi. Osmanlı qoşunu Cənubi Qafqazın digər torpaqlarının da rusların əlinə keçməməsi üçün bütün qüvvəsini səfərbər etmişdi. 1723-cü ildə Türk qoşunu Gəncəyə həmlə etdi, lakin ala bilmədi. 1724-cü ilin iyununda Osmanlı qoşunu müqavimət görmədən İrəvana daxil oldu. 1724-cü il iyulun 12-sində Rusiya ilə Osmanlı dövləti arasında İstanbul müqaviləsi imzalandı. Osmanlı dövləti Peterburq müqaviləsinin şərtini təsdiq etdi. Rusiya öz növbəsində Xəzəryanı bölgələr istisna olmaqla bütün Azərbaycan ərazisinin Osmanlılara verilməsinə razılıq verdi. Azərbaycan ərazisi Rusiya və Osmanlı dövlətləri arasında bölündü. Şirvan Osmanlıların himayəsi altında yarım müstəqil xanlıq elan olundu. Hacı Davud isə Şirvan xanı təsdiq edildi. Şirvanın sahilyanı əraziləri ruslara verildi. Azərbaycanda Osmanlı idarə üsulu. İstanbul müqaviləsindən sonra Osmanlı dövləti bütün sərhəd boyu Cənubi Qafqaza öz qoşununu yeritdi. Osmanlı qoşunları itki vermələrinə baxmayaraq 1724-cü ilin yayında Salmas, Xoy və Mərənə yiyələndilər. 1725-ci ildə Təbriz, Gəncə və İstanbul müqaviləsinə görə Osmanlı işğal zonasına daxil olmayan Ərdəbil işğal olundu. Ərdəbilin alınması münasibəti ilə 1725-ci ilin dekabrın 28-də İstanbulda atəşfişanlıq keçirildi. Bir sıra hərbi toqquşmalardan sonra Əfqanlı Əşrəf Cənubi Qafqazdakı ərazilər, həmçinin Təbriz, Həmədan, Kirmanşah üzərində Osmanlı dövlətinin hakimiyyətini tanıdı. Osmanlılar dövründə Azərbaycan torpaqları hərbi inzibati vahidlərə, vilayətlərə bölünmüşdü. Vilayətlər sancaqlardan ibarət idi. Sancaqlar da öz növbəsində daha kiçik inzibati vahidlərə, mahal və nahiyələrə bölünürdü. Sancaqbəylər, naiblər və kətxudalar yerli feodallardan təyin olunurdu. Hərbi inzibati, siyasi və maliyyə işləri sultan tərəfindən təyin edilmiş, sərəskərin əlində cəmləşmişdi. İstanbul müqaviləsinə görə Osmanlılar Kürdən şimalda hərbi qüvvə saxlaya bilməzdilər. Xüsusi status olan bu yerlər yerli hakimlər tərəfindən idarə olunurdu. Osmanlılara xidmət edən yerli feodalların şərti mülkiyyətində olan torpaqlar bəylik və ağalıq adlanırdı. Gömrükxanalarda gömrük və rəhdari, rəsmi qapan adlanan vergilər alırdılar. 1724-cü ilin sentyabrında İrəvan qalası az sonra Naxçıvan və Ordubad şəhərləri Qazax və Borçalı illəri könüllü şəkildə Osmanlı hakimiyyətini qəbul etdilər. Cənubi Qafqazın xristian əhalisinin müqaviməti Osmanlıların ölkənin içərilərinə irəliləməsini ləngitsə də onun qarşısını ala bilmədi. Osmanlı hakim dairələri bəzən vergilərin və gömrük xərclərinin toplanmasını müqatiyyəyə verirdi. 1727-28-ci illərdə əhali siyahıya alındıqdan sonra vergi toplanması işi Osmanlı vergi miqdarı ilə aparılırdı. Naxçıvan dəftərləri adlanan maliyyə sənədlərindən məlum olur ki, Osmanlılar qadınları, uşaqları, qocaları, şikəstləri, xəstələri və zehni əməklə məşğul olan şəxsləri vergilərdən azad etmişdilər. Təbriz, Ərdəbil və Gəncə şəhərlərinin bərpasına xüsusi diqqət yetirirdilər. Rusiyanın Xəzəryanı bölgələrdə hökmranlığı. Rus qoşunlarının Dərbənddə, Bakıda, Rəşdə möhkəmlənməsi Cənubi Qafqazda və Xəzər dənizi hövzəsində Rusiyanın mövqeyinin sabitləşməsində mühüm mərhələ idi. İşğal edilmiş Xəzəryanı vilayətləri idarə etmək üçün ilk vaxtlar komendant idarə üsulu yaradılmışdı. Sonralar isə Səfəvilər dövründə olduğu kimi bu bölgələr mahallara və nahiyələrə bölünmüşdü. Mahalları darğalar idarə edir, vergi toplayırdı. Mahallar nahiyələrə bölünür, onları yüzbaşlar, kəndləri isə kəndxudalar və koxalar idarə edirdi. Rusiya hakim dairələri Xəzəryanı bölgələrinin inzibati idarəsini əsasən dəyişmədilər. Rusiya işğal etdiyi bölgələrdə öz mövqeyini möhkəmləndirmək üçün hərbi diplomatik tədbirləri gücləndirdi. 1724-cü ilin noyabrında 1-ci Pyotrun fərmanı ilə Xəzəryanı əyalətlərdə erməniləri yerləşdirmək göstərişi verildi. Ermənilərin Şirvan bölgəsində məskunlaşması da məhz bu dövrə təsadüf edir. 1-ci Pyotr bu yerlərin təbii sərvətlərindən istifadə etmək barədə xüsusi qərar qəbul etmişdi. 1-ci Pyotr qədimdən bəri hasil edilən ağ neftə xüsusi maraq göstərirdi. Cənubi Qafqaz və digər şərq ölkələri ilə iqtisadi əlaqələri genişləndirmək məqsədi ilə Kürün mənsəbinə yaxın bir yerdə Peterburq kimi böyük bir şəhər salmaq fikrinə düşmüşdü.
Rusiyadan buraya maxud, kətan və s. gətirilir, yerli tacirlərdən isə əsas etibarilə xam ipək alınırdı. 1727-ci ildə dekabrın 12-sində Rusiya ilə Osmanlı sərhədinin müəyyənləşdirilməsi barədə Şamaxı yaxınlığında Nabor kəndində imzalanmış sazişə əsasən Ruslar Cavad, Səlyan, Şeşbara, Rostov 1728-ci ildə Quba və Təngəyə yiyələndi. Təngə qalasını Hacı Davud Ruslara verməyə etiraz etdiyi üçün vəzifədən salındı. Onun yerinə yarımüstəqil Şirvan xanı Surxan xan gəldi. Azərbaycan torpaqlarının azad edilməsi 1726-cı ildə Zəngəzurda, 1729-cu ildə Qarabağda Osmanlılar əleyhinə üsyanlar baş verdi. Osmanlılara qarşı baş vermiş üsyanları Kiçik Asiyadan qüvvə gətirməklə 1731-ci ildə yatıra bildilər. Ərazisinin bir hissəsi Əfqan tayfaları tərəfindən işğal edilmiş Səfəvilər dövlətinin qərb hissəsini Osmanlılar zəbt etdikdən sonra onun bir dövlət kimi varlığı üçün böyük bir təhlükə yaranmışdı. Əfşar tayfasından olan Nadir xan Əfqanları ölkədən qovub, Herata tutduqdan sonra nüfuzunu artırdı. 1730-cu ildə Osmanlılara qarşı hərbi əməliyyatlara başlayaraq Marağa, Ərdəbil və Təbrizi Osmanlılardan azad etdi. Bundan sonra Nadir Xəzəryanı əyalətlərdə Rus qoşunlarının komandanlığından bu bölgələri qaytarmağı tələb etdi. 1731-ci ildə 2-ci Təhmasib Naxçıvan və İrəvanı geri almaq üçün Osmanlılara qarşı mübarizəyə başladı. Səfəvi qoşunu 3 kilsə yaxınlığında müvəffəqiyyət qazansa da İrəvan istiqamətində ağır məğlubiyyətə uğradı. Digər ərazilərin itirilməsindən qorxan 2-ci Təhmasib Osmanlılarla sülh bağladı. 1732-ci il yanvarın 16-sında bağlanmış Kirmanşah sülhünə görə İrəvan, Gəncə, Şamaxı, Şirvan bölgələri habelə Dağıstan Osmanlılara verildi. Həməndan Kirmanşah, Ərdəbil və Təbriz Səfəvilərə verildi. Araç çayı iki dövlət arasında sərhəd olmalı idi. 1-ci Pyotrun ölümündən sonra Xəzəryanı bölgələri əlində saxlaya biləcək ikinci bir şəxs yox idi. Bu ərazidə qoşun saxlamaq üçün böyük bir xərc tələb olunurdu. Səfəvi ilə Osmanlı dövləti arasında müqavilə imzalanandan sonra Rusiya münasibətləri gərginləşdirmək istəmirdi. Səfəvi hakimiyyətinin möhkəmlənməsi Osmanlıların Xəzəryanı ərazilərə buraxılmayacağına zəmanət verirdi. Məhz buna görə Rusiya dövləti 1732-ci il yanvarın 21-də Rəş şəhərində Səfəvilərlə müqavilə imzalandı və müqavilənin şərtlərinə əsasən Kürdən cənubda yerləşən Xəzəryanı bölgələri Səfəvi dövlətinə qaytarıldı. Səfəvilər Osmanlıları bu yerlərə buraxmamağa öhdəsinə götürdü. Səfəvilər dövləti ərazisində Rus tacirləri üçün güzəştli şərtlər nəzərdə tutulurdu. 1732-ci ilin avqustunda Nadir öz tərəfdarları feodal əyanlarının köməyi ilə Şah 2-ci Təhmazibi taxtdan salıb onun oğlu Abbas Mirzəni 3-cü Abbas adı ilə Şah, özünü isə onun qəyyumı elan etdi. Birinci növbədə Kirmanşah müqaviləsini ləğv etdi. Osmanlı dövlətindən 1723-cü ildən bəri işğal olmuş torpaqları Səfəvilərə qaytarmağı tələb etdi. Rədd cavabı aldıqdan sonra Osmanlı üzərinə hücuma keçdi. 1730-cu ilin yanvarında Bağdad yaxınlığında Osmanlı qoşununa ciddi zərbə endirdi. Həmin ilin fevralında Səfəvilərlə Osmanlı qoşunlarının komandanı Əhməd Paşa ilə sülh müqaviləsi imzalandı. Bağdad müqaviləsinə əsasən Osmanlılar son 10 ildə işğal etdikləri bütün torpaqları qaytarmağa öhdəsinə götürdü və qismən əməl etdi. Azərbaycanın cənubunda hərbi əməliyyatlar dayandırıldı və Osmanlı hərbi hissələri buradan demək olar ki, çıxarıldı. Bağdad müqaviləsi Səfəvi ilə Osmanlı arasında imzalanmış sonuncu müqavilədir. 1734-cü ilin sonunda Şamaxı tutuldu. Şirvanda Osmanlı hakimiyyətinə son qoyuldu. Nadirin əmri ilə şəhər dağıdıldı və əhalisi isə Yeni Şamaxı adlı şəhərə çevrilən Ağsuya köçürüldü. 1735-ci ilin əvvəllərində Nadir xan öz ordusunu Gəncəyə tərəf yönəltdi. Lakin burada Osmanlıların və Krım türklərinin ciddi müqavimətinə rast gəldi. Mühasirə 4 ay davam etdi. Nadir xan Ruslardan Xəzəryanı bölgələri tərk etməyi tələb etdi. 1735-ci il martın 20-də Rusiya ilə Səfəvi dövləti arasında Gəncə müqaviləsi imzalandı. Müqavilənin şərtlərinə görə Rus qoşunu Xəzəryanı vilayətləri tamamilə tərk etməli idi. 1735-ci ilin iyununda Üçməzdinin şimal-şərqində Osmanlı qoşununu tam məğlub edən Nadir xan onları ilin sonuna kimi bütün Cənubi Qafqazdan çıxara bildi. Azərbaycan Nadir Şah İmperiyasının tərkibində 1735-36-cı illərdə Azərbaycanda ona qarşı müqavimətin qeyri-mütəşəkkilliyindən istifadə edən Nadir xan əvvəlcə hazırlanmış plana görə 3-cü Şah Abbasın qəflətən ölümündən istifadə edərək 1736-cı ilin martında Suqovuşanda toplanmış qurultayda Nadir xan özünü İran şahı elan etdi. Bununla da Səfəvi dövlətinə son qoyuldu. Nadirin şah seçilməsinə qarşı çıxan Ziyadoğlu kimi məşhur olan Gəncə bəylərbəyi
Habelə Qarabağın 32-lər, Kəbirli və Cavanşir tayfalarının başçıları ailələri ilə birlikdə Xorasana və Əfqanistanın sərhədlərinə sürgün edildilər. Qazax, Şəmşədli, Borçalı mahalları Kartli hakiminin tabeliyinə verildi. Qarabağın xristian məliklikləri Bəylərbəyinin tabeliyindən çıxarılıb birbaşa şahın idarəsinə tabe edildi. Nadir Şah Şirvan, Qarabağ, Çuxurçət və Təbriz bəylərbəliklərini birləşdirərək Azərbaycan adı altında vahid inzibati bölgə yaratdı. Bölgənin mərkəzi Təbriz, hakimi isə qardaşı İbrahim xan təyin olundu. Vergi işini qaydaya salmaq üçün yeni vəzifə bölgüsü yaradıldı. Vəzifəyə seçilənlər arasında əfşar türk tayfaları üstünlük təşkil edirdi. Nəticədə dövlətin gəliri xeyli artsa da, xalqın vəziyyəti həddindən artıq pisləşdi. Nadir Şahın daxili siyasətinin əsası iri feodalları iqtisadi cəhətdən sarsılmasına gətirib çıxartdı. Şahın əmri ilə rəiyyət qulluğa çağırıldı. Rəiyyətin hərbi qulluğa çağırılması əhalinin vəziyyətini daha da pisləşdirdi. 1737-ci ildə Astarada 6000 kədli zorla səfərbərliyə alındı. Müharibələr, quraqlıq və kəndlərin öz yurdlarını tərk etməsi nəticəsində Azərbaycanın çox yerinə aclıq bürümüşdü. Nadir Şah sənətkar və tacirləri Xorasana köçürməklə şəhər həyatına ağır zərbə vurdu. Nadirə qarşı üsyanlar 18-ci əsrin 30-cu illərin əvvəllərində Nadirin əsarəti və yerli feodalların zülmü Azərbaycanda məhsuldar qüvvələrin dağılmasına, zəhmətkeş xalqın vəziyyətinin son dərəcə ağırlaşmasına səbəb olmuşdu. Bu da mərkəzi hakimiyyətə qarşı üsyanlara gətirib çıxardı. Müqavimət göstərə bilməyənlər sadəcə daimi yaşayış yerlərindən qaçmaqla kifayətlənirdilər. Birinci olaraq 1734-cü ildə Astaranın Acalavaş kəndləri ayağa qalxmışdılar. Bir qədər sonra Şəkinin Biləcik kəndinin əhalisi üsyan qaldırdı. Üsyançılar qonşu Çənik və Tala kəndlərinin sakinlərini köməyə çağırmışdılar. 1735-ci ildə buraya böyük cəza dəstələri göndərildi. 1737-ci ildə Nadir Şah Hindistan və Mərkəzi Asiyaya yürüş etdi. 1738-ci ildə Nadirin ölkədə olmadığından istifadə edən Car cəmaatı Divani İbrahim və Xəlilin başçılığı ilə üsyan qaldırdı. Cənubi Dağıstandan kömək alan Car əhalisi üsyanı yatırtmağa gəlmiş Nadir Şahın qardaşı İbrahimin dəstəsini Cənik döyüşündə darmadağın etdi. İbrahim isə öldürüldü. Üsyan 1739-cu ilin sonunda qismən yatırıldı. Bu dövrdə Azərbaycanın şimal və şimal-şərq bölgələrində Nadir Şaha qarşı çıxışlar özünün ən yüksək mərhələsinə çatmışdı. Lakin qüvvələrin nisbəti bərabər olmadığından üsyan yatırıldı və üsyançılara amansız divanlar tutuldu. 1743-cü ilin əvvəllərində Şirvanda Nadir Şahın zülmünə qarşı yeni hərəkat vüsət aldı. Belə bir şəraitdə özlərini Səfəvi şəhzadələri kimi təqdim edən yalancı şəhzadələr 1-ci, 2-ci, 3-cü Sanmirzələr meydana çıxdılar. 1743-cü ildə 1-ci Sanmirzə avarda peyda olmuş, kömək topladıqdan sonra Şirvana gəlmiş və az bir müddətdə böyük bir dəstə toplaya bilmişdi. Qazıqumuxlu Surxay xan da 1-ci Sanmirzəyə kömək edirdi. 1-ci Sanmirzənin xalqı vergilərdən azad etməsi onun xalq arasında nüfusunu artırmışdı. Nəsrullah Mirzənin başçılığı ilə İran ordusu Şamaxı yaxınlığında Şirvan düzənliyində baş vermiş döyüşdə 1-ci Sanmirzənin ordusunu darmadağın etdi. Özü isə qaçmaq istəyərkən ələ keçirildi və edam olundu. Surxay xan isə Dağıstana qaçdı. 1743-cü ilin son rübündən etibarən xalq hərəkatına Ərdəbildən Şirvana gəlmiş 2-ci Sanmirzə başçılıq edirdi. Bu işdə ona Surxay xanın oğlu Məhəmməd xan fəal yardım edirdi. Ağsudan Dərbəndə qədər olan bütün ərazilər üsyançıların əlinə keçdi. 2-ci Sanmirzə xalqın rəğbətini qazanmaq üçün ağır vergiləri ləğv etdi və əhalidən az miqdarda vergi toplanması barədə göstəriş verdi. Bununla da onun tərəfinə keçənlərin sayı xeyli artdı. Üsyan böyük qüvvəyə çevrildiyindən Nadir Şah Osmanlı dövləti ilə sülh müqaviləsi imzalayıb, əsas qüvvələrlə Azərbaycandakı üsyanları yatırmağı qərarı aldı. Nadir Şahın oğlu Nəsrullah Mirzə Ağsu yaxınlığında Şah Bağı adlı döyüşdə 2-ci Sanmirzəni geriyə çəkilməyə məcbur etdi. 2-ci Sanmirzəyə kömək edən Məhəmməd xan Dağıstana qaçdı. 2-ci Sanmirzə Gürcüstana qaçdı. Lakin Xaxay Teçarı Teymuraz onu əsir alaraq Bərdəyə, Nəsrullah Mirzənin düşərgəsinə göndərdi. Nadir Şah 2-ci Sanmirzənin tutulmasında köməyinə və digər xidmətlərinə görə Araq vilayətini Teymuraza hədiyyə etmişdi. 1743-44-cü illərdə Şirvan, Şəki, Təbriz, Xoy və Salmasda yeni üsyanlar başladı. Şəkidə mübarizə daha kəskin şəkil aldı. 1741-ci ildə əhali Şəki hakimi Məlik Nəcəfdən Nadirə şikayət etdi. Nadir Şah Şəki əyanlarına özlərinə vəkil seçməyi tapşırmışdı. Əhali içərisində böyük nüfusa malik olan yerli feodallardan Hacı Çələbi Qurbanoğlu vəkil seçildi. Lakin Məlik Nəcəfin şikayətindən sonra Hacı Çələbi Nadir Şahın hüzuruna çağırtdıraraq edam edilməsi barədə hökm vermişdi.
Hacı Çələbi ölüm qarşısında özünü mərdlik və dəyanətlə apararaq, hamının nifrətini qazanmış Məlik Nəcəfin pis əməllərinə şahı inandıra bilmişdi. Hacı Çələbi azad edilmiş, hətta ona daha böyük səlahiyyətlər verilmişdi. 1743-cü ildə Şirvanda İran zülmünə qarşı hərəkət xeyli gücləndiyindən, şəkillərin İran zülmünə qarşı əlverişli şərait yarandı. Hacı Çələbi Məlik Nəcəfi öldürüb hakimiyyəti ələ aldı. Nadir Şah dövlətin qərb sərhədlərini möhkəmləndirməyə daha çox əhəmiyyət verdiyindən, ölkənin daxilində baş verən üsyanlarla başını qatmaq istəmirdi. Bu amillərdən istifadə edən Hacı Çələbi şahın adamlarını qovaraq, 1743-cü ildə Şəki vilayətini müstəqil xanlıq, özünü isə xan elan etdi. Bununla da Azərbaycan ərazisində kiçik feodal dövlətlərin, müstəqil xanlıqların yaranmasının əsası qoyuldu. 1744-cü ildə Nadir Şah ona qarşı ordu yeritdikdə, Hacı Çələbi gələrsən görərsən qalasına sığındı. 1746-cı ildə qalada ərzaq ehtiyatı tükəndiyindən, Hacı Çələbi vəkil vəzifəsində qalmaqla Nadir Şaha güzəştə gedib, onun hakimiyyətini tanımağa məcbur oldu. Nadir Şah Hacı Çələbini vəkil saxlamaqla, onun Şəki və Şirvandakı nüfuzundan istifadə etmək istəyirdi. Nadir Şahın yeni vergi fərmanı yeni üsyanların baş verməsinə səbəb oldu. Bundan istifadə edən Hacı Çələbi özünü yenidən Şəki xanlığının hakimi xanı elan etdi. 1747-ci ildə Ərdəbildə və Təbrizdə Səfəvi hakimiyyətini bərpa etmək uğrunda mübarizə aparan 3-cü Sam Mirzənin başçılığı ilə üsyan baş verdi. Üsyan yatırıldı. 3-cü Sam Mirzə qətlə yetirildi. Bu dövrün üsyanlarının səciyyəvi cəhəti onların çoxunun eyni vaxtda başlaması idi. Bu isə şah qüvvələrinin parçalanmasına və maddi ehtiyatlarının tükənməsinə səbəb olurdu. 1747-ci il iyunun 19-da Nadir Şah sui-qəsd nəticəsində öldürüldü. Onun silah gücünə yaratdığı dövlət süqut etdi. İran dövlətini yenidən ara müharibələr bürüdü. Maarif və elm. Məktəb və maarifi din adamları idarə edirdi. İbtidai təhsil məktəbdə, orta təhsil mədrəsədə verilirdi. Feodalların uşaqları aşağı təbəqənin uşaqları ilə təmasda olmamaq üçün Sarixanədə təhsil alırdılar. Ali ruhani mədrəsəsini bitirmiş müəllim müdərris adlanırdı. Quranın oxunması və öyrənilməsi hamı üçün məcburi idi. Kənd yerlərində adətən bir məktəb bir neçə kəndə xidmət edirdi. 17-ci əsrin ikinci yarısı 18-ci əsrin ortalarında ölkəmizdə elmin inkişafında müəyyən canlanma yaranmışdı. Fəlsəfə, astronomiya, tarix və riyaziyyata aid əsərlər yazılmışdı. Tarixi əsərlər içərisində 1645-ci ildə 2-ci Şah Abbasın baş tarixçisi təyin edilmiş. Sonralar isə saray tarixçisi olmuş Məhəmməd Tahir Vahidin Tarixi Vahid əsəri idi. 1-ci Şah İsmaildən başlayaraq Səfəvi şahları elm və incəsənətə hamilik edirdilər. Təbrizdə və Ərdəbildə olan şah kitabxanaları çox zəngin idi. 2-ci Şah Abbas Mirzə Murumini şah kitab evinin hamisi təyin etmişdi. 2-ci Şah Abbasın vaxtında Avropadan mətbəə avadanlığı gətirilməsinə təşəbbüs göstərilmişdi. Lakin kifayət qədər vəsaitin ayrılmaması, daha sonra 2-ci Şah Abbasın ölümü, onun xələfi 1-ci Süleyman Şahın isə kitabsevər alimlərin təkliflərinə biganəliyi bu işə mane olmuşdu. Ölkədə xəttatlıq sənəti geniş yayılmışdı. Kitabların dəyəri məzmununa görə deyil, onun xəttinə və həcminə görə müəyyənləşdirilirdi. Bu dövrdə Azərbaycanda gözəl miniatürçü rəssamlar nəsli yetişmişdi. Məşhur xəttat miniatürçülərdən Əli Rıza Təbrizi, Seyd Əli Təbrizi və Mir Əbdülbaqi Təbrizini misal göstərmək olar. 17-ci əsrin əvvəllərindən fərqli olaraq bir minarəli məscidlər inşa edilirdi. 17-ci əsrin memarlıq abidələri. Təbrizin cənub-şərqində Şibli adlı yerdə inşa edilmiş karvansara, Sanqaçalda Ovdan, 2-ci Şah Abbas tərəfindən 1663-cü ildə Nardaranda tikilmiş məscid, 2-ci Şah Abbas tərəfindən 1663-cü ildə Şamaxı ərazisindəki Kələxana kəndində Sərkər Əbdüləzimin rəhbərliyi ilə inşa olunmuş 9 məqbərədən 8-i indiyədək qalmışdır. Məqbərələrin səciyyəvi xüsusiyyəti onların 8 güşəli olmaları və gözəl yonulmuş yerli daşlardan tikilməsidir. 1606-1607-ci illərdə Gəncədə Şah Abbas məscidi, Suraxanada Hind atəşpərəstlik məbədi, Ərdəbildə Şeyx Səfiyyəddin məscidi.